Tamamladın mı? Ne şöyle. Değerim ben de kırılmışım. Sen için nasıl? Ondan sonra bizimkiler yaxşı öyrənir. Ami bir daha onu. Tezgahə gəldim ki, asmaq üstündən kəşdim geyinəcəkdim. Dedim, harada qaldı qırısı? Bir dənə qadın var, nə oldu? Şeyi yandan çıxa bilmədim. Qızıl açına versin qabağa. Ora həmişə elə olur. Ha? Dalın, hara ilə gəlir? O ta uzağa düşür. Ne fark var? Profkada kabili gelmeyi. Başlayaq. On dəqiqə gedəyim. Eybi yox. Samir xanım oğlan. Bu hemşe belki iş. Hər gün bura gəlirəm mən. Belki vaxtlara gələndə geçmiyor. Nə xarım? Mən nə xarım? Marlığım problemdir. On dəqiqə işləmiş başlasınlar. Başım işte olsun. Arzuda vaxtadır. Tosa boruz. Bunu basın. He? Kim? Stordum. Bu götürməmişəm. Niye? Bunu basmalıyam yoksa yok? Yok şu vurum onu söyle. Salam hörmətli Radio Manoli dinləyiciləri. Bugün yenə də bir həyat hekayəsi radio proqramında, Radio Manoli'nin canlı efirində mən Rübabə Muxtarova sizi salamlayıram, əziz dinləyicilər. Bugün eləcə də bizim yel çərşənbəmizdir və hər birinizi bu çərşənbə axşamı münasibəti ilə təbrik edirəm, əziz dinləyicilər. Bugünkü bizim qonağımız Samira xanım Bayramovadır. Samira xanım gənc aktiv qadınlardan biridir və bugün çox şadam ki, o bizim qonağımızdır. Salam Samira xanım, necəsiniz? Teşekkür ederim. Siz necəsiniz? Sağ olun. Mən də ilk öncə veriliş başlamadan əvvəl, suallara keçmədən əvvəl hər kəsi salamlayıram və eyni zamanda bugünkü gün münasibəti ilə xüsusən bayramı qeyd edən bütün insanları, xalqları təbrik edirəm. Xüsusən təbii ki, Manoliləri. Çox sağ olun. Samira xanım, özünüzü dinləyicilərimizə təqdim edə bilərsinizmi biraz gün? Düzdür, sizi hər kəs tanıyır, amma yenə də. Əlbəttə ki, çox yaxşı olar, çünki nə qədər təqdim etsək, həmişə insanlar başqa profillə tanıyırlar. Mən Samira Bayramova, hüquq müdafiəçisi, illərdir ki, Gürcüstanda etnik Azərbaycanlıların inteqrasiyası, onların inkişafı sahəsində müxtəlif proyektlər həyata keçirmişəm və eyni zamanda mərkəzi televiziyaların birində elə xüsusi rubrikam var, regionla bağlı, regionda yaşayan insanların həyatı, onların sosial-siyasi çətinlikləri və s. Lap yaxşı. Samira xanım, uşaqlığınız barədə biraz danışa bilərsinizmi? Uşaqlığınız harada keçib, necə keçib? Mən özüm əslən Gürarxındanam, çünki Gürarxına görə deyirəm. Gürcüstan ərazisində olan, digər bölgələrdə olan insanlar hər kəs Gürarxı kimi tanıyır, Algetdəki icmasını və Alget kəndində doğulmuşam. Uşaqlığım, gəncliyim, tələbəliyim, bugünüm təbii ki, həmin kəndlə, həmin ellə bağlıdır və təbii ki, onu xüsusi vurulamaq istəyirəm ki, necə hara getsək, soruşurlar, Gürarxı deyirlər, qanuna Gürarxı deyirlər. Bu, yəqin bizim təbiətimizə hopmuş bir şeydir ki, bu aktivistlik, sözünü demək, nə bilim, etiraz eləmək, bəlkə həmin o icmanın ruhundan gələn bir məsələdir. Və təhsilimi də, orta təhsilimi də məhz həmin kənddə almışam, Ayvaz Dursunoğlu Həsənov adına liseydə və bunu xüsusən qeyd etmək istəyirəm ki, həmin o lisey, təbii ki, mən
məktəblərdən fərqli olaraq lisey olduğuna görə, yüksək təhsil olduğuna görə və şagirdlərin ictimai, deyək həyatda dəstək və s. digər məsələlər, bunlar təbii ki, xüsusən mənim təhsilimə, mənim inkişafıma çox böyük bir töhfə verdi. Deyək ki, əsl bir himn oldu və təbii ki, bunun üçün mən öz müəllimlərimə həmişə təşəkkür edirəm ki, mənə məsəl üçün bu təhsildə bir çox şeylərdə böyük bir dəstək olublar. Mən xüsusən həmişə vurgulayıram, mənim dil ədəbiyyat müəllimim, Allah rəhmət eyləsin, Zahid İsmailov, hansı ki, ümumiyyətlə bizim kənd üçün, orada olan insanlar üçün zamanında çox böyük bir işlər görürdü. İcmanın mədəni həyatını genişləndirmək, onların sosial həyatını daha çox rəngarəng etmək, xüsusən şagirdlərin bu proseslərə qoşulması, onların inkişafı, yəni sadəcə bizim üçün məktəb deyildi, məktəb ev deyildi, məktəb eyni zamanda bizim üçün həm evimiz idi, həm mədəniyyət ocağı idi, həm sosiallaşmağımız üçün çox vacib, zəruri bir yer idi və xüsusən bizim icmada həmişə deyirlər liseyin şagirdləri, çünki liseyin şagirdləri seçilirdi həm tərbiyəsi ilə, həm savadı ilə, həm də ki, təhsili ilə. Çox yaxşı. Yəni ki, yəqin ki, ailənizin sizin həyatınızda böyük rol olub. Ailənizin sizin həyatınızda böyük rol olub, yəqin ki. Ümumiyyətlə, bilirsiniz necə, hər bir uşağın dəstəyi xüsusən ailədən gəlir. Bu qaçılmaz bir məsələdir və təbii ki, ona bağlıdır ki, sənin valideynin kimdir, təhsillidir, yəni nə xarakterə malikdir. İstər-istəməz bu təbii ki, gələcəkdə insanların öz evladlarına genetik olan keçən bir məsələdir. Lap yaxşı. Həyatınızda dönüş nöqtəsi olan bir hadisə varmı Sabra xanım? Ümumiyyətlə, mənim kimi insanların hansılar ki, həyatı daima belə axarlı, enişli, çöküşlü, daima mübarizə yolundadır. Bu insanların ümumiyyətlə həyatında çox dönüş nöqtələr olur, çox bəlkə mürəkkəb hadisələr olur. Bu təbii qaçılmazdır. Sıravi insandan fərqli olaraq daima mübarizə, daima qərarlar qəbul etmək, daima risklər və təbii ki, bu öz-özlüyündə asan bir məsələ deyil. Təbii ki, yəni dönüş nöqtəsi oldu ki, nə vaxt ki, bəlkə mən təhsilimi Tiflisdə, ali məktəbdə aldım, artıq təhsil almağa başladım, mənim üçün yeni bir həyat başladı və bu deyək ki, region səviyyəsindən çıxıb artıq Gürcüstanın bir hissəsi olmaq prosesləri və mübarizədə bir çox mübarizələrimiz olub ki, bizim yəni həqiqətən o sıravi insan edə bilməyəcəyi məsələdir. Görürsən, Azərbaycanlıların hüquqları uğrunda onların təhsil, onların dili, ümumiyyətlə baş verən siyasi proseslərdə onları bir əlində qalxan kimi qorumaq, bu təbii ki, bir asan məsələ deyil və bunlar öz-özlüyündə təbii ki, biraz çox çətin bir proseslər olub. Yəni bizim kənardan bəzi insanlarla fikirləşir ki, kimlər ümumiyyətlə ictimai fəaldılar, mübarizə aparırlar, vəzifəli şəxslərdir və elə bilirlər ki, ümumiyyətlə bunlar insan deyil, nə baxımdan insan deyil, öyle bil ki, bunlar dəmirdən yaranıblar və s. fikirləşirlər ki, hər bir məsuliyyəti bu insanlar götürməlidir və hər kəsi bu insanları qorumalıdır. Xeyr, yəni biz buna cəhd edirik, ona görə cəhd edirik ki, siz də davamını gətirəsiniz. Düzdür. Məsələn, həyatda qarşılaşdığınız ən böyük çətinlik nə olub və bunu necə aşmısınız? Ümumiyyətlə, bizim bölgələrdə ən böyük çətinlik yəqin ki, bu mentalitet var, hansı ki, bu bir dəyər tərəfindən baxmayaq biz bu məsələyə, o mentalitet ki, onu biz özümüz formalaşdırmışıq. Məsəl üçün, qız uşaqları niyə oxumalıdırlar, qadın evdə oturub yemək pişirməlidir, xidmətçi olmalıdır. Ümumiyyətlə, tutaq ki, bir adam oxumağa gedir, mənim məsəl üçün xüsusən dövrümdə bizim kənddən, bizim rayondan təhsil alan adamlar yox idi. Və insanlar üçün böyük bir təəccüb idi ki, bir qız uşağını evdən Tiflisə necə buraxırlar, bunun niyəsi falan yoxdur. Yəni belə bir ifadələr vardı. Ancaq bu bugün çox normaldır. Biz görürük ki, nə qədər istər qızlar, oğlanlar hamısı Tiflisə təhsil almağa gedirlər və həmin zaman insanlara başa sala bilmirdin ki, yəni Tiflisə sən təhsil almağa gedirsən. O qədər dedikodular, insanların bu, nə bilim, şər, böhtan məsələləri, bu xüsusən də ki, bizim Azərbaycanlı icmasında daha çoxdur. Məsəl ki, mən Gürcü icmasında
icmasından da işləmişəm, müəyyən icmalarla da işləmişəm və bu bariyerlər həqiqətən çoxdur da təbii ki, bu insanların necə deyim, təhsil olmadığından, biz dünya görüşlərinin zəif olmasından irəli gələn bir məsələdir. Ümumiyyətlə çox sevirlər dedikodu, boş-boş danışmaqları, inkişaf edən uğurlu insana ləkə atmağı, ayağından geri çəkməyi və s. Bu təbii ki, çox olub. Mən baxmayaraq ki, o insanlar üçün mübarizə aparıram, o insanlar üçün risklərə gedirəm, hansı buna görə mən maaş almıram, buna görə mənə vəzifə verilmir. Ancaq o qədər insanları ləkə atmağa çalışır. Tək mənə qarşı yox, ümumiyyətlə. Siz özünüz fikir verirsiniz, əgər bir kənddə, bir icmada kimsəsini çıxardır, başlayır ona ləkə atmağa, başlayır dedikodu paylaşmağa, yaymağa və s. Və bu bizim insanların böyük bir problemidir, hansı ki, yəni bundan çıxa bilmirlər. Həm özlərini məhv edirlər, həm də bizim icmayı, ümumiyyətlə Azərbaycanlıları bir bataqlığa çəkməyə çalışırlar. Və də bu kimi problemlər, bunu hamımız bilirik ki, hər bir qadın üçün bu böyük bir problemdir bizim icmada. Qadın evi biraz gec gəldi, o dəqiqə başlayırlar dedikodu, qadın avtobusa mindi problemdir, qadın taksiyə mindi problemdir, nə bilim, qadın uşağını bağçaya apardı problemdir, qadın bəzəndi yola çıxdı problemdir və nə bilim, qadın yolda bir dənə kişi qohumuna salam verdi problemdir. Yəni bu həqiqətən çox böyük bir problemdir. Yeri gələndə hamı deyir ki, nə bilim, biz qadına hörmət edirik, biz dəyərlərə Qafqazlıyıq, sahibik, ancaq bu işgəncə deməkdir. Yəni bu bir vəhşilik deməkdir, hansı ki, bu bir-birinə qarşı atılan çamırlardır. Əsasında mən burada belə bir şey görmüşəm ki, boşanmış qadınlara daha çox elə bilir bu münasibətlər var. Yəni boşanmış qadın tək gedə bilməz heç yana, heç kimlə, nə bilim, işləyə bilməz, nə bilim, belə şeylər çox Ümumiyyətlə, qanunlar qoyurlar. Ümumiyyətlə fərqi yoxdur, əgər qadın təkdirsə də, o qədər bizim qadınlarımız var, nə olub ki, hamısı şərəfindən, qeyrətindən mübarizə aparırlar. Lap olsun boşanmış qadın, hansı ki, kişilər var ki, bir uşaqla qadını ortada qoyurlar, hətta dövlətdən maşınını, mülkünü hamısını gizlədirlər ki, o uşağa aliment verməsinlər. Bu, beləsi bir kişilər çox şərəfsiz kişilərdir və beləsi bir kişiləri dəstəkləyən və həmin o qadına şərləkə atan insanlar çox şərəfsiz və namussuz insanlardır. O qadın tək başına mübarizə aparır, evladını böyüdür. Ancaq o şərəfsiz kişi isə mülkün başqa adamların adına, yəni öz evladına, yəni adam dəstək olmur, atır küçəyə. Budur qeyrət. Budur bizim insanların, yəni bir qadına olan, bir uşağa olan hörməti çox təsir olsun. Biz bunu daha çox tez rastlaşırıq. Nə qədər elə keyslər olub, nə qədər elə hadisələr olub ki, mən bunun şahidi olmuşam. Qadın acınacaqlı vəziyyətdə olub və hətta bilirsiniz necədir, bir qadın uşağını götürür, ola bilsin hardasa çalışır, mağazada çalışır və s. Heç kimə möhtac deyil. İstəmir möhtac olsun. Yəni ki, o təbii ki, öz evladı üçün gedir çalışır və bu insana o qədər çamırlar atırlar ki, yəni imkan vermirlər ki, bu bir evladını böyütsün, özünə bir çəki düzən versin, siz bunu zaten atıbsınız tək ortalığa. Düzdür. Samira xanım, indiyə qədər həyatınızda ən verdiyiniz önəmli qərar nə olub? Ümumiyyətlə, o birisi necədir? Həyatımın hər hissəsində demək olar ki, çox önəmli qərarlarım olub. Məsəl üçün, vaxtındakı nə vaxt ki, ən önəmli qərar o idi ki, mən Marinov oxumaq istəmirəm, başqa ölkədə oxumaq istəmirəm, mən Gürcüstanda oxumaq istəyirəm, Tiflisdə oxumaq istəyirəm, bu ölkənin bir hissəsi olmaq istəyirəm. O yəqin ki, ən önəmli qərarlarımdandır. Ondan sonra ümumiyyətlə, beynəlxalq təşkilatda çalışmaq böyük risk olmağına rağmen, deyək ki, bugün yeganə Azərbaycanlıyım, Gürcüstandakı beynəlxalq təşkilatda çalışım. Həm böyük bir risk idi, həm böyük bir məsuliyyət idi. Onu təbii ki, zaman o qərar verən mənim üçün çətin idi ki, mən bunu bacaracam, yoxsa yox. Ümumiyyətlə, deyək ki, müəyyən riskli addımlar atırıq bu icma ilə bağlı da, fəaliyyətimizlə bağlı. Təbii ki, hər birinin qabağında onun bir qərar vermə prosesi olur. O qərar vermə prosesindən sonra artıq hərəkət edirsə və xüsusən ümumiyyətlə, bu regionda 18 ildir nə qədər proyektlər həyata keçirmişəm, nə qədər işlər olub, nə qədər hadisələr olub, bunların hər birinin önündə həll edici bir qərar vermə prosesi durur. Düzdür. Yəqin ki, məsələn, bu qərarları
hansısa bir məqsədlərə görə vermisiniz? Yəni ki, hansı bir məqsədləri qoymusunuz qarşınıza və o məqsədlərə çatmaq üçün hansısa bir önəmli qərarlar vermisiniz? Təbii ki, bilirsiniz, insan bir məqsədi olanda və əsasən baxır da, bizim əsasən qərar alma prosesi odur ki, hər şey qanun çərçivəsində olsun və sənin etdiyin bir hərəkətin bir necə deyim, təsiri olsun, bu bir yenilik gətirsin insanlara, bu nəsə bir dəyişiklik gətirsin. Xüsusən əsasən bununla bağlı biz qərarlar veririk ki, yəni hər şey ölçüsündə olsun. Görün bu vaxta qədər biz nə qədər işlər görmüşük, nə qədər riskli addımlar olub, ancaq bunun təbii ki, heç birində hər hansı biz qanundan kənar hərəkət etməmişik və buna görə ölçüb biçməlisən ki, insanlara zərər verməyəsən, deyək ki, sən icmana zərər verməyəsən, ölkənə zərər verməyəsən. Bunların hamısı təbii ki, öncədən planlar, yəni qərar verim adətən bu şəkildə olur. Sizə ümumiyyətlə həyatınızda ilham verən insanlar olubmu? Kimlərdən ilham almışsınız? Təbii ki, olub ilham verən insanlar. Mən üçün xüsusən yenə deyirəm, bayaq ki, mən burada müəllimim haqqında, Zahid İsmailov haqqında, hansı ki, məsəl üçün ilk motivasiyanı mənə o vermişdi ki, hətta yadımdadır, mən 5-ci sinifdə oxuyurdum və qeyd etdi ki, mən bir dəfə ümumiyyətlə problemlərdən danışırdım. Məktəbdə olduğum zaman həmişə etirazçı olmuşam və bir dəfə mənə dedi ki, bu qədər etiraz edirsən, o zaman bunu da sən elə. Mən fikirləşdim ki, mən bir insan olaraq, yəni mən Azərbaycanlı olaraq nə isə ümumiyyətlə dəyişə bilərəm. Dedi ki, əlbəttə ki, dəyişə bilərsən. Mənim yəqin həyatımda ilk o beynimə düşən bir şey idi ki, yəni mən həyatımı dəyişə bilərəm, insanların həyatını dəyişə bilərəm, nə isə edə bilərəm, nə isə dəyişə bilərəm. Bizə ümumiyyətlə uşaqlıqdan həmişə deyirlər ki, yəni ki, bunu eləmə, bacaranmazsan, sən də qanırsan. Nə bilim, daha çox kiçiltmə, alçaltma, bloklama var uşaqlarımızı, icmamızı. Deyir, bu kim nə eləyə bilər, bu nəçidir, nə eləyə bilər. Yəni insanların içində olan potensialını çalışırlar ki, öldürsünlər, onu incitməklə, ona nə bilim dedikodu ilə, sözlə. Yoxsa bizim axı, yəni deyək ki, insanlar hamısı nə qədər savadlı insanlarımız var, nə qədər bacarıqlı insanlarımız var. Məsəl üçün, dəfələrlə mən görmüşəm ki, bizim necə bacarıqlı qadınlarımız var, rəsm çəkən, əl işləri və bunları evləndirdikdən sonra hamısını bağlayıblar bir otağa ki, sən kimsin, gedib dünyaca məşhur rəssam olacaqsan, nə olacaqsan və bu insanları öldürürlər o içlərindəki də ki, mənim hətta yadımdadır, bir nəfər var idi bizim məktəbdə, bu şeir yazırdı və insanlar başlayırdı bunu lağa qoymağa, gülməyə ki, şeir yazır, nə bilim, nə inir, onun yazdığı misraları bəzən üzünə çəkirdilər və artıq bu insan bir gün yəni bundan imtina etdi. Ona görə ki, ona gülürdülər və uşaq olduğuna görə onu qaldıra bilmirdi və s. Yəni bu bizim yəni nə qədər insan bəlkə də belə bir nümunə gətirə bilər ki, doğrudan bu şeylər olur. Olur, həyatda olur belə şeylər, düzdür. Həyatda məsələn sizin dəyərləriniz nədir? Ən çox nəyə dəyər verirsiniz? Mənim üçün ən dəyərli olan bir şey insanın prinsipidir və ədalətli olmasıdır. Fərqi yoxdur. Dostuna, düşməninə, kimə. Hətta bəzən olur ki, heç mənə dəxil olmayıb, amma mən orada ədalətsizlik gördüyümə görə səsimi çıxartmışam. Yəni mənim üçün ən önəmli bir şey ədalət prinsipidir. Doğruluq, düzgünlük və bir də daima bir sifətlə yaşamaq. Yəni ki, yüz ona girməmək, daima necə deyim, mübariz olmaq və verdiyin sözü tutmaq. Bu ən önəmli bir şeydir. Məsələn, yəqin ki, sizi ayaqda tutan əsas prinsiplərdən biri də budur. Əlbəttə ki, sırf bu prinsip olduğuna görə, məsəl üçün, nə qədər insanlar var və bunlar görürsən ki, hər gün bir partiya dəyişirlər, hər gün bir yer dəyişirlər, hər gün bir sifət dəyişirlər, keçən il dediklərim bugün dəyişirlər. Yəni, bu prinsipsiz insanların nə özlərinə, nə bu cəmiyyətə heç bir faydası ola bilməz. Bax, məsələn, gözəl qadınsınız. Yəni, belə bir sual vermək istəyirəm ki, məsələn, olur da hər insanın stresli vaxtı olur. Siz stresli günlərinizdə, məsələn, stresli vaxtlarınızda özünüzü necə motivasiya edirsiniz? Yəni ki, nə ilə rahatlanırsınız, nə ilə, məsələn, yaxşı hiss edirsiniz özünüzü? Ümumiyyətlə, bu müəyyən bir taktikalar var. İnsanlar əsəbi olanda öz emosiyalarını necə, deyək ki, sakitləşdirməlidir. Xüsusən bizi kimi insanlar